Bu üstüne danışır. Tamam. Buna da diqqətlə qulaq asın, çox vacibdir bu. Axırına qədər baxın. Mənim canlıma girənib like eləyənə bax, cücə satışı. Əslən vətənlər, burada bir epizod var. Çox xahiş edirəm mən sizdən. Burada bir istifadəsi var. Atı Turki. Yazır Lənkərandan salam. Görürsünüz ekranda. Atı Turki. Lənkərandan salam. Qız salam almır. Ulan tanıyın mı adamlar? Sən gedəndə xodunu alarsan. Mən yarın ürəyimdə İsraildə ağır yol qəzası baş verib. Əsniyə efirə çıxıb xarım. Gəlsin hərəkətdə olan avtomobil idarəetməni itirib. Səhv etmirəmsən, belə bir Lənkəranın salamını almadılar. şey olub. Axır ki səsini eşidib özünü görə bilmədiyimi gördüm. Qlobal Terrorizm İndeksi 2026 hesabatına əsasən Azərbaycan terror təhlükəsi üzrə mövqeyini daha da yaxşılaşdıraraq 0.123 indekslə eləmi? Mən də 0.123 niyə deyirəm? Hə? nə lazımdır Oh mənə? my god. Diqqətlə fikir verin. Bunu dostlar, bizim dostlarımız eksperiment edib sübut eləmək üçün ki, İsrail necə idarə edir bizim mətbuatı və bizdə kim eşidir, belə sübut edirlər. Həmin Atı Turki adlı adam yazdı ki, Lənkərandan salamlar. Lənkəranın salamı qızın xoşuna gəlmədi, onu almadı. Həmin Atı Turki yazdı İsraildən salam. Görürsünüz ekranda, baxın, ekrana fikir edin. İndi reaksiya baxın. Dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi qiymətləndirib Azərbaycan. Nəhayət ki, mənim səsimi eşidən oldu. Qlobal Terrorizm İndeks 2026 hesabatı verərkən nəhayət ki, mənim səsimi eşitdilər. Mən aldın xodunu, aldın xodunu. O şey, bu qulaqlardan çıxartdı. Ay sağ ol. İsrailə salam, qucaq dolusu. Eşitdiniz? Bax budur. Bu adam belə bir şey deyirlər. Lənkərandan salam yoxdur. İsrailə qucaq dolusu salamlar. Bu adamların hamısını İsrail səfirliyi Azərbaycandan maliyyələşdirir, idarə ilə yönləndirir, ictimai rəyimiz ağıllı başlı işğal eləməyə çalışırlar. Azərfil maliyyəsi olaraq əziz vətənlər, bizim borcumuz haqqı demək, doğruları demək, haqqın yanında durmaqdır. Nəticəsindən asılı olmayaraq, bütün dünya gəlsə də üstümüzə, haqq həqiqət nədir? Faktla qoymaq lazımdır otağa. Lənkərandan gələn salama heç bir diqqət yoxdur. İsrailə qucaq dolusu salamlar. Başa düşürsünüz nə baş verir ölkədə? İlham Əliyev Azərbaycanı sionistlərə qaptırıb, söktürü dağıdır. Azərbaycanın sərvəti hesabına bugün Təbriz bombalanır. Azərbaycan nefti hesabına Ərdəbil bombalanır. Urmu bombalanır, Tehran bombalanır və Tehranda yaşayan 10 minlərlə, milyonlarla Türk bombalanır. Mal mülklərini itirirlər, uşaqlarımız orada ölür. İstəyirəm hamı bunun fərqində olsun. Gecəniz xeyrə qalsın. 2 saat müddətində vaxtınızı əsr elədiniz, haqqınızı halal edin. Artıq 2000-dən çox adam 2 saatdır bizi izləyir. Hər birinizə minnətdaram. TikTokda 225 nəfər hazırda bizi izləyir. Dostlar, bəyənin, paylaşın, maddi yardımlar göstərin. Mümkün qədər ətrafınızda olanları cəlb edin ki, bu kanalda gedən söhbətləri hamı izləsin. Həqiqətləri yalnız buradan işləyəcəksiniz. Başqa heç bir yerdən. Gecəniz xeyrə qalsın. Allah zalimlara imkan verməsin. Allah məzlumlara səbr, dözüm və cəsarət versin. Allah xalqımıza birlik versin ki, bu zalim rejimdən tezliklə canımızı qutaraq. Bu rejim qaldıqca qonşularla da münasibətlərimiz normallaşmayacaq. İqtisadi vəziyyətimizdə, məhkəmələrimizdə, polisimizdə bata-bata gedəcəyik. Batmaq istəmirsinizsə, Azərfilm gəmisindən möhkəm yapışın. Gecəniz xeyrə qalsın. Allah